Hörmətli həmkarlar, əziz sədrlər, mən də öz növbəmdə konferansın təşkil olunmasında əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Bugün sizlərə histolojik alt tiplərin diaqnostik üsullarla proqnozlaşdırılması və histoloji tipdən asılı olaraq diaqnostik üsulları seçim haqqında histolojik alt tiplərin diaqnostik üsullarla proqnozlaşdırılması və histoloji tipdən asılı olaraq diaqnostik üsulların seçimi haqqında danışacağım. Bildiyimiz kimi süd vəzi xərçəngi qadınlar arasında ən yaygın xərçəng növüdür və dünyada qadınlar arasında xərçəngi bağlı ölümlərin isə ən sıx ikinci səbəbidir. Amerika Birləşmiş Ştatlarında hər 8 qadında birində süd vəzi xərçənginə rast gəlinir. Beynəlxalq Kanser Araşdırmalar Ajansının 185 ölkədən topladığı verilərdə də 2022-ci ildə 2,3 milyon yeni süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur və ölüm faizi də təqribən 7 olaraq bildirilmişdir. Bu qədər yaygın bir xərçəngdə tarama olmazsa olmazdır. Klasik bilgidə bildiyimiz kimi qadınlara 40 yaşından sonra mamografik tarama tövsiyə olunurdu. Ancaq ACR və Süd vəzi Görüntüləmə Dərnəyinin tövsiyələrində bütün qadınlara 30 yaşından öncə risk dəyərləndirilməsi aparılması tövsiyə olunur. Əgər yüksək risk qrupasına daxil ediləcəksə bir qadın, o zaman taramaya daha erkən yaşda başlanması məsləhət görülür. Burada da qayda belədir ki, bir öncəki nəsildə süd vəzi xərçəngi aşkar olunma yaşından təqribən 10 il əvvəl taramaya başlanması məsləhət görülür. Normal risk qrupasında olmayan qadınlar üçün isə 40 yaşından sonra illik mamografiya taraması aparılmalıdır. Əgər ciddi komorbiditələr və yaşam bekləntisində azaldan durumlar yoxdursa, üst yaş sərhəddi olmadan mamografiya taramasına davam edilməsi məsləhət görülür. Süd vəzi xərçəngi diaqnostikasında məndən öncəki həmkarlarımız da geniş bəhs etdilər. Mamografiya, ultrasəs müayinəsi və MR ilə şübhələndiyimiz lezyonlara biopsiya etməklə histopatolojik diaqnozunu təsdiqləyə bilərik və genel vücud taraması üçün də PET-CT və digər müayinə üsullarından istifadə edə bilərik. Süd vəzi xərçənginin subtipləri biraz öncə Bahadur doktor da bəhs etdi. Hormon reseptoru HER2-neo və 267 indeksinə görə 4 alt tipə ayırırıq süd vəzi xərçənglərini. Bu alt tiplər bizə nə üçün vacibdir? Biz xərçəng haqqında proqnoz verə bilməyimiz üçün və hansı kimyəvi müalicə protokolunu seçməmiz üçün bu alt tipləri mütləq müəyyən etməliyik. Bugün üçün alt tiplərin təyinində yalnız immunistokimyəvi müayinə ilə təyin edə bilirik. Bəs biz radioloqlar subtipləri təyin edə bilərikmi? Bu sualın cavabını tapmaq üçün çox sayda elmi araşdırmalar aparılmışdır. Mən də bu sunumu hazırlayarkən bir ədəbiyyata göz gəzdirdiyimdə həqiqətən çox sayda çalışmanın olduğunu gördüm. Sadəcə bir meta-analizi vaxt tərəddüdü olduğuna görə ərazinin diqqətini çatdırmaq istəyirəm. Toshiki Kazama və həmkarları 2002-ci il ilə 2021-ci il arasında PubMed-də dərc olunmuş invaziv süd vəzi xərçənginin molekulyar subtiplərinin təyinində MR xüsusiyyətlərinin tətbiqinə dair ümumilikdə 13 minə yaxın xəstəni əhatə edən 106 çalışmanı analiz etmişlərdir. Burada kontrastlanma dinamikası, difüzyon görüntüləmə və VTI, ilim kimi irəli difüzyon görüntüləmələrlə subtiplər arasındakı əlaqələrə baxılmışdır. Kontrastlanma dinamikası ilə reseptor durumu arasındakı əlaqəyə baxdığımızda bunda tip 3 kontrastlanma əyriləri ilə hormon reseptor arasında, yəni bu estrogen reseptorlarına baxılmışdır. 10 tədqiqat bu əlaqəni araşdırmışdır və bu tədqiqatlarda estrogen reseptoru pozitiv və negativ olan hüceyrələrdə tip 3 kontrastlanma əyrilərinin anlamda bir fərq göstərilmədiyi görülmüşdür. Digər 9 tədqiqatda HER2-neo durumuna baxılmışdır və HER2-neo pozitiv olan şişlərdə tip 3 əyrilərin daha çox rast gəlindiyi görülmüşdür. 6 tədqiqatda isə 267 proliferasyon indeksi ilə bu tip 3 kontrastlanma əyriləri arasında bir anlamlı korrelyasiya görülmüşdür və 267 indeksi yüksək olan tümörlərdə flaşatın daha çox rast gəlindiyi görülmüşdür. Difüzyon görüntüləmə ilə subtiplər arasında əlaqəni araşdıran çalışmalara baxdığımızda
İlk önce difüzyon görüntüleme, hücreler arası mayenin hareketini tayin edebildiğimiz fonksiyonel bir emirti muayenesidir. E, Bildiğimiz gibi toplum arasındaki mayenin yani hareketli halındadır bu maye ve bu mayenin hareketini kısıtlayan herhangi bir durum bu töremelerde daha çok hücre sayının artmasıdır ve hücresellik arttığında bu mayenin hareketi kısıtlanır ve bunu da biz ADC haritalarında signal azalması şeklinde görürük. Bu cədvəldən de gördüğümüz gibi birçok çalışmada hormon reseptörüyle, HER2 ile ve 267 indeksiyle e, bu difüzyon ADC değerleri arasında əlaqələr araştırılmıştır. Çalışmaları bir özetleyecek olsak, estrogen reseptörü pozitif olan tümörlerde ADC değerleri daha e, düşük seviyede olduğu aşkarlanmıştır. E, Her iki pozitif olan tümörlerde ise ADC değerleri daha yüksek idi. Triple negatif tümörlerde de diğer aktiflerden daha yüksek ADC değerleri tapılmıştır. Aslında triple negatif tümörler daha agresif tümörlerdir ancak bunlarda nekrozun bu ADC değerlerinin artmasına sebep olduğu düşünülür. 267 proliferasyon indeksi de aslında arttığında difüzyonun daha da kısıtlanacağını düşünürük. Ancak bu bütün çalışmalarda net olarak gösterilebilmemiştir. İvin toxuma perfuziyasını değerlendirebildiğimiz bir ileri difüzyon MR görüntülemesidir. Normal difüzyonda biz sadece hücre arası mayenin hareketini tayin edebilirik. Ancak İVI'nde hem hücre arası mayenin hem de kapiler dahilindeki mayenin hareketini tayin etmekle biz kontrast istifade etmeden toxuma perfuziyası hakkında məlumat elde edebilirik. Klasik İVI modelinde toxuma difüzyon katsayısı, perfüzyonla əlaqəli difüzyon ve perfüzyon fraksiyası kimi parametrelerle biz toxuma perfüziyası hakkında bilgi elde edebiliriz. 5 çalışmada her iki pozitif kanserlerin her iki negatif kanserlerden daha yüksek perfüzyonla əlaqəli difüzyona sahip olup olmadığı değerlendirilmişti. Çalışmalarda sadece ikisinde bir anlamlı neticeler elde olunmuştu. Diğer üçünde ise anlamlı bir görülmemişti. Ve bu sayı yetersiz olmasına göre de biz İVI'nin bu her iki pozitif ve negatif kanserleri teyin etmesinde efektif olmadığını diyebiliriz. Difüzyon tensör görüntüleme de su moleküllerinin yönlü difüziyası hakkında bilgi veren bir ileri difüzyon görüntüleme metodudur. E, Fraksiyonel anizotropi, ortalama difüzivite, radyal difüzivite kimi DTI ölçümleriyle toxuma strukturu hakkında, yani süd bəzi duktusları ve glandülyar toxuma hakkında məlumat elde edebilerek bu DTI görüntüleme nöroradyologiyada geniş istifadə olunur ve sinirliklerin, traktusların anatomik bilgi elde etmek için geniş istifadə olunur. Ancak süd bəzi görüntülemesinde bu meta analizde sadece iki çalışmada düşük 67 indeksi olan tümörlerde ve estrogen reseptörü pozitif olan tümörlerde fraksiyonel angiotropinin önemli ölçüde daha yüksek olduğu bildirilmiştir. Histolojik tiplere göre görüntüleme modalitesi seçimine baktığımızda bunlarla bir de önceki hemkarlarımız diagnostikasından geniş bahsettiler. Yani invaziv duktal karsinom en çok rast geldiğimiz südbezi xərçəngi tipidir. Bu invaziv duktal karsinomu bildiğimiz bu mamografi ile asanlıkla təyin edebilirik. Eğer deniz bir südbezi toxuması varsa o zaman e, burada MRT biraz daha ön plana geçir. İnvaziv lobüler karsinomda ise mikrokalsifikasiyaların az rast gelinmesi, her zaman kütle formasyası göstermemesi ki bazen asimetrik dans veya parmak distorsiyon şeklinde görülmesi mamografinin bir kadar sərhədləyir istifadesini burada maqnit rezonans tomografi veya ultrasonografi ile de diagnostikasını aparabilirik. Musinöz karsinomlar bildiğimiz gibi daha yaşlı popülasyonda rast gelinir ki bunlarda yağlı süt vəzi toxuması daha çok görürük ve bunları solid kütleler şeklinde asanlıkla mamografi ile təyin edebilirik. Diğer tümörlerde de medüller karsinom, tübüler karsinom, papiller karsinom ve bitecik hastalarında da hem ultrasonografi hem maqnit rezonans tomografiyası hem de mamografiden istifade edebilirik. Netice olarak diyebilirik ki dinamik kontrastlı görüntüleme, ADC, İVI ve DPI kimi MR parametreleri
Süd vəzi xərçəngi subtiplərinin təxmin olunmasında məhdud rola sahibdir. Bu sahədə daha çox çalışmaya ehtiyac vardır. Bəlkə gələcəkdə texnologiyanın inkişafı və işin içinə süni intellektin də girməsi ilə daha da fərqli nəticələr əldə edəcəyik. Ancaq bugün üçün deyə bilərik ki, histopatolojik müayinə subtipləri təyin etmək üçün ən güvənli metoddur. Dinlədiyiniz üçün təşəkkür ederim.